Bura bizim məhəlləmizdir. Artıq buraya köçəndən hər 10 gündən bir burada zibil aksiyaları eləyirəm. Özüm düşürəm, məhəllənin bütün zibillərin, binanın bütün ətrafını təmizləyirəm. Aksiya ümumiyyətlə belə bir şeydir ki, onu eləyirsən, bir digər adama qoşulur. O böyüyür. Hələ ki 3 ildir bu aksiyanı tək eləyirəm. Sadəcə olaraq istəyim budur ki, heç kim yerə zibil atmasın, küçəyə zibil atmasın. Bunu başqası eləmir. Bunu eləməz bu binanın sakinlərindən bəziləri eləyir. Elə yuxarıdan atırlar aşağı. Bir adam baxır, görür ki, birbaşa paketi atıblar bura. Ən pis bilirsiniz nədir? Həmişə səliqəsizlik, natəmizlik, mundarçılıq deyəndə adamın ağlına kişilər gəlirdi. Mən sizə əminliklə deyim ki, bizim məhəlləmizin kişiləri heç bir evdə olmur. Hamısı səhər açılır, işdə olur, gecə gəlirlər. Təəssüf olsun ki, bu qadınların işidir. Deyirəm, kaş gərək bizim cəmiyyətin qadınlarının xarici estetik görünüşü qədər ruhları da belə səliqəli olaydı, gözəl olaydı. Belə bir dənə xarici görünüş deyil ki, süpürən hər bir qadın bizim analarımızdır. Küçələrə zibil atmayaq. İndi isə onu dəyişdirəm, atalarımızdır.